Salam dostlar, bu günləri biz çox maraqlı bir mövzuya toxunacağıq. Mövzu JWT, JSON Web Token və təhlükəsizlik haqqındadır. Nəzərinizə çatdırıram ki, burada öyrəndiyimiz texnika və texnologiya yalnız tədris üçün nəzərdə tutulub. Digər maşınlarda bu texnologiyanın tətbiqi qəti qadağandır. Mövzu easy otaq olsa da, bir də ki, TryHackMe və Hexabox maşınlarında bu bilikləri tətbiq edə bilərsiniz. Burada 60 dəqiqə yazsa da yetərincə, yəni əgər yeni başlayanlar tutsa, sizin üçün biraz qəliz mövzu ola bilər. Deməli, son illərdə API-ların geniş yayılması ilə birlikdə token əsaslı autentifikasiya daha da populyarlaşmışdır. Bu metodlar arasında JWT ən çox istifadə olunan autentifikasiya mexanizmlərindən biridir. Lakin JWT-nin istifadəsi zamanı təhlükəsizliyin təmin olunması son dərəcə vacibdir. Yanlış və ya zəif implementasiya ciddi təhlükəsizlik boşluqlarına səbəb ola bilər. Təhlükə aktorları bu boşluqlardan istifadə edərək tokenləri saxtalaşdıra və istifadəçi sessiyanı ələ keçirə bilərlər. Buna görə də qısaca olan JWT-lərin düzgün və təhlükəsiz şəkildə tətbiq olunması mütləqdir. API-lərin artan populyarlığı bu sessiyanın idarə etməsinin inkişafında böyük rol oynayıb. Ənənəvi olaraq web tətbiqlərdə autentikasiya üçün cookie'lər istifadə olunurdu, lakin API-lərlə işləyən fərqli interfeyslər cookie'lərin uyğun işləmir. Buna görə də token əsaslı sessiya idarə etməsi inkişaf etdirdi. Ənənəvi cookie əsaslı autentifikasiya mexanizmlərindən fərqli olaraq, token əsaslı autentifikasiya müasir və çevik bir yanaşmadır. Burada sessiya idarə etməsi brauzerin avtomatik cookie idarə etməsindən asılı olmur. İstifadəçi autentifikasiya olur, server ona token qaytarır, token brauzerda local storage-da saxlanılır. Yeni sorğular zamanı bu token HTTP boşluqları göndərilir. Ən çox istifadə olunan token formasından biri JSON Web Token JWT-dir. Biz indi burada həssas məlumatlar necə araşdırılır ona baxacağıq. İlk öncə bu komandanı yerinə yetiririk, yəni API enumeration etməkdən ötürü username, user, password, enter sıxırıq. Bu bizim tokenimizdir. İndi biz bu tokeni enumeration etməliyik. Bunun üçün JWT.io web saytı var. Onu sadəcə burada, yəni ən sadəsindən hələ ki biz başlamışıq. Bir ilk açarımızı əldə edirik. Amma bu o demək deyil ki, bu qədər də asandır. Yəni bu ilkin mərhələdir. Fikir versəniz, example 1 yazılıb. Biz indi example 2-yə keçsək, görək orada nə var? Burada da 2 yazmalıyıq, password-da da 2 yazmalısınız. Aha. Buradakı tokeni götürürük. Bizdə burada tokenlərin, məsələn, admin 0-dır. Biz bu admini 1 edə bilərik. Fikir verin, 1 edən kimi onun parametri avtomatik olaraq dəyişdi. Və biz növbəti sorğumuzu göndərməliyik. Aha. Növbəti sorğumuz. Aha. Biz burada bu tokenimizi yerləşdiririk. Biz bir dənə parametr dəyişdik, admin 1 qoyduq. Bizim ikinci flagimiz götürmədi. Niyə? Tak, user admindir, example 2-dir. Biz burada nəyi dəyişdik? Biz burada ancaq admin 1 elədik. 0-ı 1 etdik.
Baxaq görək. Bizdə example 2-də nə gedirdi? Payload to be 1. Okay. Ha, burada none da yazıb. Downgrading none. Okay. Biz bunu düz yazmışıq axı. 0 edək. Baxaq görək bunu bizə none vermədi. Okay. Biz bunu belə bir şey eləyə bilərik. Copy. From base 64 biz bunu decode da eləyə bilərik istəsək. Tak, biz istəyirik, biz decode edirik. Biz bunu götürək. Non edək. To base 64 edək. Aha, deməli mən harda səhv etmişdim, mən onu tapdım. Ona görə pauza çıxdım. Çünki yalandan vaxtınızı almaq istəmirəm. Deməli burada məsələ nə idi? Bizim burada admin 0-dır. Bizə 0 idi. Bunu 1 etmək lazım idi. Mən sadəcə bu hissəni götürdüm. Ancaq bu hissəni. Copy edib burada base 64-ə çevirirəm əvvəlcə. Beləçinə bir formada. From base edirəm. Açılışını verirəm. Ay, burada çox oldu nəsə. Hə. Sonra bu faylı təzədən yerini dəyişib orada admin 0-ı 1 etdim. 1 edəndən sonra həmin bu tokeni götürüb və buradakı example-dan mən ikinci açarımı aldım. İndi biz keçirik üçüncü açara. Üçüncü açarımızı götürürük. Təzədən bura atırıq. Okey. Bunlar hamısını silək. Biz burada baxaq görək. Burada non yazılsaq nə olacaq? Görürsünüz, həmişə dekod etmək olmur. Biz onda birinci bunu götürürük. Cyberchef-də aha. Bax bu sətri götürüb təzədən bura qoyuruq. Bunu edirik non. Aha. Birinci sətrimizi götürürük. Copy edirik. Biz bunu etdik. Okey. İndi burada admini 1 etmək lazımdır. Yenə eyni şeyi götürürük. Copy edirik. Yenə bunu götürürük. Kopyalayırıq. Atırıq bura. Təzədən keçirik. 1 yazırıq. Yenə to base 64 edirik. Yenə burada bərabər işarəsini silirik. Bunu da götürürük. Yerinə qoyduq. Tamamdır. Biz bunu götürürük. Növbəti sorğunu verəndə burada example 3 qoyuruq. Burada yenə nəyisə səhv etdik.
Hə, example yazmışıq, amma burada 3 qoymamışıq. Okey. Tamamdır. Üçüncü açarımızı da tapdıq. İndi keçirik dördüncü bayrağa. Dördüncüdə fikir versəniz, burada tamam başqa bir şeydir. Burada birinci deyir ki, JW Secrets List yüklənməlidir. Mən artıq yükləmişəm. Və JWT, hə, birinci biz nə etməliyik? Birinci biz example 4 edirik. Enter çıxan kimi biz hash'ımızı aldıq. Hash'ımızı atırıq JWT txt-yə nano ilə. Aha, bu da var və secret listimizi götürürük. Bundan sonra biz bunu götürürük belə. Bu komandanı. Copy edirik. Enter. Biz ne edirik indi? Tak. Burada deyir ki hash'ımız budur. Bax, budur bizim tokenimiz. Hash deyirəm mən də. Burada nə var? Burada fikir verirsiniz 2 nöqtə secret var. Bu nə deməkdir? Biz bunu burada yerləşdirəndən sonra bura secret sözünü yazmalıyıq. Burada tamam başqa söz yazılır. Biz bura sadəcə secret yazırıq. Tamamdır. Biz bu tokeni götürüb indi. Tak. Bunu təmizləyək biraz. Ekranımız təmiz olsun. Aha. Bizdə burada nədir? 4. Qoyuruq 4. Bunu silirik. Okay. Enter. You are not an admin. Yeah. Username admin'dir. Example 4'tü. Biz neyse səhv elədik. Okay. Tak, biz bunu götürək əvvəlcə. Biz burada admini 1 eləməmişik. İndi bunu götürək. Yenə tokeni silirik. Geçdi. Biz növbəti tokenimizdə əldə etdik. Deməli, biz bu hissəni artıq bağladıq. Fikir versəniz, axırıncı bir bedi, 5-ci də var. Sorry. 5-cimiz də var. 5-cimiz nə idi? Hə, 5-cimiz Python script idi, səhv eləmirəmsə. Bəli. Biz indi burada nə edirik? 5-ci CTF-i belə deyək, həll etməkdən ötürü bura 5 yazılır, password da olur 5. Okay. Biz burada fikir versəniz SSH RSA açardan əldə eləmişik və bizə burada deyilir ki bir Python skripti yaradasın və Python skriptini yaradanda da siz bunun davamında bu not hissəsini oxumalısınız. Ola bilər sizin algoritms Python faylınız 144-146-cı yerdə, sətirdə. Amma məndəki məsəl üçün 258-dədir. Bu necə olur? Onları disable etmək lazımdır. Belənçinə enter. Yox, olmadı. Səhv elədim, nəysə. Py. Okay. Sonra control drop 258 əgər Kali Linux istifadə edirsinizsə. Fikir versiniz 1, 2, 3, 4, 5. 5 dənə diyez qoyulur, comment qoyulur bu skriptə. Ki sizin hal-hazırda istifadə edəcəyiniz skript işləyə bilsin. Sonra da heç nə. Python 3 artıq məndə var. Enter-ə sıxırıq, tokenimizi əldə edirik. Tokeni əldə edəndən sonra biz buna baxa bilərik. Görək burada nə məlumatlar verib bizə. Bunu silirik, yazırıq. Vəsə əla. Deməli biz burada nə edirik? Yenə növbəti. Bu example-lar elə belə verilməyib də ki, siz hər dəfə tətbiq edib nəsə yeni bir şey öyrənəsiniz. Videomuzda çox əməlli vaxt oldu bu dəfə. TryHackMe'nin belə deyək
bu otaqları tamamdır. Biz növbəti açarımızı da əldə etdik. Bu da bizim C4 ilə qutaran axırıncı açarımız idi. JWT Lifetimes. Okay. Bizdə burada artıq hash var. Hash varsa baxaq görək burada nə yazılıb vəbşə. Ha, bu asandır. Sadəcə olaraq example 6 olacaq. Məsləhətim odur ki, ingilis dilində bu materialı öyrənə biləsiniz. Mövzu yetərincə, əgər sizin tokenlərdən web application yaratmaqdan bilmirsinizsə, yetərincə mövzu qəlizdir. Əgər bilmirsinizsə. Bilirsinizsə, sizin üçün bu uşaq oyuncağı kimi bir şeydir. Növbəti açarı tapdıq. Cross-site servisə baxırıq indi. Cross-site servisdə burada fikir versəniz, username var, burada APA var. Biz normalda necə idi bizdə? Aha. Bizdə burada artıq 7-ci gedir də. Example 7-dir. Example 7-də bu hissədə artıq əlavə parametr var. Bu əlavə parametrlərdən biri fikir versəniz APA, yəni application var. Ən dərəsxə əslində burada elə də bir şey vermədi. Biz APA B yazaq. Ha, yox. Bir dəqiqə. Biz burada 2 nöqtəni buraxmışıq. Okay. Enter. Tokenimiz əldə edildi. Tokenimiz əldə edildisə, biz indi burada 7 yox, APA etməliyik. Çünki burada artıq əlavə parametrimiz var bizim. Application parametri var. Yoxlayaq görək. İşləyəcək ümumiyyətlə. Çünki burada ikinci variantda var. APA B. Bunu götürürük. Enter'ə sıxaq. Yox. Olmadı. Tak. Biz yenə APA B-yə baxırıq indi. Okay. Tamamdır, flagimiz hazırdır. İndi siz sual verə bilərsiniz ki, axı biz APP B yazmışıq example 7-də. Necə olur APA A? Bu artıq sizin burada belə deyək, tam ətraflı bunu öyrənmək üçün ən azı 2 saat əlavə oturub bu materialları oxumaq lazımdır. Burada da yetərincə həm boşluq haqqında yazılıb məlumat, həm də ki, onu necə qabağını almaq olar. Yəni, əgər siz developersınızsa, API-lərlə işləyirsinizsə, bu sizin üçün çox vacibdir. Həmişə dərsin sonunda olduğu kimi, əvvəldə dediyimiz kimi, əldə etdiyiniz biliklər, bacarıqlar yalnız etik formada, TryHackMe, Hexabox platformalarında tətbiqinə icazə var. Digər maşınlarda istifadəsi qəti qadağandır. Sonra yalnız ağ papaq qaydalarına riayət edirik. Videonu bəyəndinizsə, komment yazmağı, paylaşmağı unutmayın. Özünüz də abunə olun kanala. Hamınıza uğurlar gələn dərslərə qədər.